İslam nədir, iman nədir, ihsan nədir? O Hı. Yani orada Peygamber sallallahu aleyhi ve sellemin yani verdiği tarifler İslam'ın dayaklarını Peygamber sallallahu aleyhi ve sellem zikredir. İmanda imanın dayaklarını zikredir. Ve ihsanda da ihsanın dayağını zikredir. En te'budallaha keenneke tarah. Allah'ı görürmüş gibi ibadet edemek. Ve illem tekun tarah fe innehu yara. Eğer görmesen de o seni görür. Yani bu formada ibadet etmeyindir. Yani onu alındırabilmesen, yani Allah'ın nezaretinde özünü hissederek ibadet etmeyindir. Ama o ki qaldı belə, yani alimlerin verdiği tarif olarak İslam el-istislamu lillahi bit-tevhid vel-inqiyadu lehu bit-ta'a vel-bara'atu mineşşirk ve ahli. Allah'a tevhidle teslim olmak, itaatle boyun eğmek ve şirk ehlinden uzak olmak. Ve o ki qaldı imanın tarifinde ise iman İbn Teymiyye rahimehullah buyuruyor. Kavlul kalbi ve lisan. Kalbin ve dilin sözüdür. Amelul kalbi ve lisan ve cevarih. Kalbin, dilin ve əzaların əməlidir. Yezidu bit taati ve yankusu bil masiye. İtaatle artır, günahla, asilikle azalır. Çünkü o Allah'ın görülmüş gibi, onun özüyle ilgili. Yani onu elə bir ki, insan Allah Teala'nın adı ve sıfatlarını bildikçe o mənaları elə bir ki, insanın düşünməsi. Yani Allah Teala ərşinə yüksəlib, ərşinə ucalıb, Allah Teala əmr verir, qadağan edir, elə bir ki, yani bunu müşahidə etmiş kimi də və əmirlər nazil olur, Allah Teala idarə edir və həmçinin yerdən səmaya, göyə əməllər qalxır. Yəni elə bir ki, bunu İbn Qayyim rahimehullah yəni buna oxşar bir formada gətirir. sonra eğer tövbe eləmişse o zaman yapılır. Böyle bir şey var. Var. Yani onun dersinde vermeyeceksin. Burada da 6 saat geçen gelir. 6 saat. 6 saat Hı. tövbe eləmişsin yapılır. Ha. Allah Teala'nın rəhməti. Həmçinin günah tövbəni gecikdirmək, İbn Qayyim rahimehullah buyurur ki, insan gecikdirməməlidir. Gecikdirmək özü-özlüyündə bir günahdır deyir. Özü-özlüyündə bir asilikdir. Onun özünün də başqa bir tövbəyə ihtiyacı var. İnnel mübaderate ilə tövbəti fardun aləl fawr. Günahdan sonra tövbəyə tələsmək dərhal fərzdir. Dərhal fərzdir. Kim gecikdirərsə, gecikdirməsiyle Allah'a asi olmuş olur ve onun özünün de başka bir tövbeye ihtiyacı vardır. Bazen insan diye bunu bilmir ve sonra yığılır günahlar ve kalbinin qaralmasına səbəb olur ve bilmir ki, hardan geldi. Böyle baxır, düşünür ki, tövbe edib ama bu fikrine gelmir. İbn Qayyim rahimehullah deyir ki, bu da birçok insanların fikrine gelmediği bir mesele. Mesela səhər 8'de günah edib, yani akşam tövbe edir. Elə bilir ki, mesele bitib. Ama bilmir ki, o geciktirdiğine göre de üzerinde tövbe düşür. O da bir günah.
Və bunu da bilmədiyinə görə o günahlar yığılır axı. Və hər günah da insanın qəlbinə qara nöqtə salır. Və o qara nöqtələr çoxalaraq qəlbi bürüyür. Və hədisdə gəlir ki, həmən o randır. Quranda keçir ran. Kəllə bəl ranə alə qulubi mə kənu yeksibun. Yəni onların qazandığı günahlar onların qəlblərini qaplamışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, bundan sonra deyir, qəlbi vəsf edərək deyir ki, kəlkuzi mücəxiyyə. Qəlb çevrilmiş bir kasa kimi olur. Odda yanmış, qaralmış, çevrilmiş bir kasa kimi. Və kasa çevriləndən sonra görsən, töküsəndə heç nə saxlamır. Lə ya'rifu ma'rufən, nə yaxşını bilir, və lə yunkiru munkar, nə də münkəri inkar edir, illə uşrivə min hava, hətta bunu edərsə belə nəfsinə uyğun gəldiyi üçün edir. Ona görə günahlar təhlükəlidir. Hər, məsələn, baxış belə, baxış bir qara nöqtənin düşməsi səbəb olur. Bu cihazlar, sən cihazları açır, bir baxış, bir qara, iki, indi gör, davamlı olarsa, gör nə qədər olur. Ondan sonra bir qəlb sərtləşir. Yəni, bunlar boş yeri olmur da. Bunlar boş yeri olmur. Qəlbin sərtləşməsi, imanın zəifləməsi. Sən görsək ki, bu problemlər var, yəni onu dərhal aradan qaldırmağa çalışmalıdır. Və bəzən insan mübtəla olur və ona görə köklü tövbə lazım. İstiğfar, tövbə, yalvarış, Allaha yalvarmalı ki, ondan xilas olur. Və bəzən də insan elə mübtəla olur ki, çıxa bilmir. Kökündən kəsməsi alınmır. Yəni onu itirməlidir ki, salamat qala bilsin. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İttəqillah heythumə kunt. Yəni sən harada olursan ol, təqvalı ol. Yəni harada olmağına baxmayaraq, təqvalı ol nə deməkdir? Uzaq ol. Səni günaha düşürən yerdən, səbəbdən, mühitdən uzaq ol. Yəni bu deməkdir ki, insan uzaq olmadan salamat qalması mümkün deyil. Kim istəyirsən ol. Ola, istəyirsən alim ol, istəyirsən abid ol, fərqi yoxdur. Əgər yaxın getdinsə, düşəcəksən. Ona görə qayda verir ki, ittəqillah, uzaq ol. Deməli, salamatçılığın yolu uzaq olmaqdadır. Ona görə şərlər, bütün şərlərin səbəbi günahlardır. Bəzən insan elə bilir ki, burada problem yoxdur da. Belə gəldiyi kimi də asanlıqla gedəcək. Amma bilmir ki, yəni sabit qalmaq çətindir. Sabit qalmaq çox çətindir. Ona görə alimlərdən birine sual verəndə necə olur ki, insan illər boyu sabit olduqdan sonra azır. Yəni bir var sabit olmadan azma, yəni o qədər insan təəccübləndirmir. Amma bir də var ki, həqiqətən insan sabit olub illər. Amma sonra yolunu azıb. Deyir ki, o sabitlik istəmədiyi üçün və bir də şükr etmədiyi üçün. Allahdan sabitlik diləmədiyinə görə və şükr etmədiyinə görə azmasına səbəb olur. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dua edərdik ki, Allahümmə ya muqallibəl qulub, səbbit qalbi alə dini. Ey qəlbləri çevirən, qəlbimi dinində sabit eylə. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı edirsə, görün, başqasının, yəni bizim kimlər nə qədər belə bu duanı çoxaltmağa ehtiyacı var. Əl-İmran surəsində Allah Teala buyurur ki, وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلُّ مِنْ عِنْدِ رَبِّنَا
Və mə yəzzəkəru illə ulul əlbəb. Yəni elmdə dərinə gedənlər, möhkəm olanlar deyirlər ki, biz bunların hamısı Allah Teala tərəfindən biz iman gətirdik. Sonra onların duası keçir ki, Rabbənə la tuzigh qulubana ba'de iz hadaytana və hab lana min ladunka rahme inneke entel vehhab. Rabbənə la tuzigh qulubana. Ey Rəbbimiz, bizim qəlbimizə zeyğ salma. Zeyğ əyrilik. Bizi hidayət etdikdən sonra. Və hab lana min ladunka rahme. Öz dərgahından bizə rəhmət bəxş eylə. İnneke entel vehhab. Həqiqətən sən əvəzsiz bəxş edənsən. Sual ortaya çıxır ki, azmağa daha layiq olan alimdir yoxsa cahildir? Cahildir. Amma burada bu duanı edən kimdir? Alimlərdir. Deməli, yəni elə belə alimlər yox, hətta dərinə gedən alimlər. Rasixunə fi elmdə möhkəm olanların duasıdır ki, Rabbənə la tuzigh qulubana. Qəlbimizə əyrilik salma bizi hidayət etdikdən sonra. Yəni görün, onlar belə qorxurlar. Yəni bu da onu bildirir ki, insan heç vaxt arxayın olmamalı, həmişə qorxu içərisində olmalı. Çünki qorxu insandan nəyi tələb edir? Qorxduğu şeydən uzaq olmalı. Narahat olmalı. Amma nə vaxt insan qorxmur, yaxın gedir, yaxın getməsi də onun artıq düşməsinə səbəb olur. Günaha, fitnəyə və azmasına səbəb olur. Və ikinci səbəb isə də şükr etməməsidir. Şükr etməməsi insanın azmasına səbəb. İnsan da nə vaxt şükr etmir? Özündən görəndə. Özündən görəndə insan şükr eləmir. Yəni insan düşünəndə ki, məsələn, mən namaz qılıram, mən oruç tuturam, elmi mən özüm öyrənirəm. Yəni Allahın yardımını unudur. Yəni elə bilir ki, onun namaz qılması, oruç tutması və digər əməllər onun öz nailiyyətidir. Onda şükr eləmir. İnsanın özündə özündən razılıq yaranır və bu da insan azmasına səbəb olur. Amma nə vaxt ki, insan biləndə ki, hər bir neymət Allahdandır, hər bir neymət, onda insan həmişə şükür içərisində olur. Addım atır, bilir ki, bu Allahdandır. Filan iş Allahdandır. Allahın yardımı olmasa, yəni bu ola bilməz. Bütün işlər, istər ruzi məsələsi olsun, dini işlər olsun, və adam var, professordur, oxuyur, lupa kimi açkilərdə, amma kasıbın biridir. Adam da var, məktəb qurtarmayıb, zəngin. Yəni bu, yəni onu göstərir ki, bunu bəxş edən kimdir? Allah Teala'dır. Və həmçinin bütün neymətlər. Namaza oyanmağın, dura bilməyin, bu Allahın neymətidir. Hətta insan özünü o dərəcədə görməsi ki, yəni bu, yəni mən kiməm ki, Allah Teala məni oyadır. Və mən kiməm ki, Allah Teala məni xeyir məclislərini müvəffəq edir. Mən kiməm? Yəni bu cür düşünmək, yəni həm elə bir ki, etirafdır ki, yəni mənlik deyil, Allah Teala məni müvəffəq edir və eyni zamanda müvəffəq olmasına səbəb olur. Belə düşünəndə, neməti Allaha mənsub edəndə daha da artmasına səbəb olur. Amma bir də var ki, insan özündən görür, filan kəs heç oyana bilmir, yatıb qalır, mən oyandım, mən özüm belə dura bilirəm, oyana bilirəm və görürsən ki, elə fikirlər gəlir, bəzən iş olur ki, günlərlə oyana bilmir. İstəsə də oyana bilmir. Elə bir ki, bu günlər dərsdir ki, yəni sən bu Allahın yardımı olmasa mümkün deyil. Və o yardımda gələndən sonra gərək insan onu gərək anlasın, etiraf eləsin. Etiraf elədikcə, şükür elədikcə Allah Teala artırır. Lə in şəkartum lə əzidənləkum. Əgər siz şükür etsəniz, ona nemətimi artırırım.
Və ləin kəfərtum inna azəb ləşədd. Əgər küfr etsəniz, əzabın bir o qədər şiddətlidir. Ona görə sələflər deyərlər ki, sən kiminsə azmasına yox, sabit qalmasına təəccüblən. O nicat tapanın necə nicat tapmasına təəccüblən. Təəccüb doğuran budur. Amma həlak olan ona təəccüblü deyil. Yəni çünki həlak olmaq, azmaq çox asan bir şeydir. Və ona görə İbn Qayyim rahimehullah deyir ki, yəni uğurlu dəvətçi də insanları günahlardan əsas çəkindirəndir. Dünyadan yox. Çünki günahları tərk etmək fərzdir. Dünyanı tərk etmək isə müstəhəbdir. Əsasdan bəlalar nəyə görə gəlir? Günahlara görə gəlir. Və indiki dövrdə də fitnələr, günahlar çox asanlaşıb. Yəni belə bir dövr olmayıb da, yəni günahların asanlaşdığı bir dövr. Günahların da asanlaşması da bir növ imtihandır. İnsanın imanının yoxlanması üçün. İnsan əgər düşübsə də yenə qalxmağa çalışmalıdır. Artıq, yəni bəzən insan düşür, sonra quyunun dibinə gedir də. Amma düşdüsə tez qalxmağa çalış, tez istiğfar, tövbə dirçəlməyə çalışmalıdır. Yıxılmamalıdır. İmam Əhməd rahimehullah misal çəkir, deyir ki, günaha düşən insanın misalı nəyə bənzəyir? Elə bir insan palçıqlı yolda gedir, ehtiyat edir bu. Ayağını daşın üstünə qoyur, sonra o bir daşın üstünə ki, yəni üstünə palçıq atılmasın da. Birdən ayaq sürüşüb düşəndə sonra deyir ki, elə düşəsi düşmüşəm, o bir ayağını da palçığın ortasına qoyub getməyə başlayır. Və günah da belədir. Artıq insan düşəndən sonra yəni ardınca başqalarını etməyə başlayır. Artıq düşəsi düşmüşəm, belə gedir. Ona görə İbn Teymiyyə rahimehullah deyir ki, günah günahı çəkir. Günah günahı çağırır. Yaxşı əməl də yaxşı əməli çağırır. Ona görə bir insanda bir yaxşı əməl görsəz, yəni elə bilməyin ki, onun bir yaxşı əməli var. Ona oxşar digər yaxşı əməllər də vardır. Əgər bir günah gördürsə, o bir dənə deyil, yəni ona oxşar başqa günahlar. Çünki günah günahı gətirir. Günahı çağırır. Yaxşı əməl etdiyi zaman onun yanında olan yaxşı əməl deyər ki, məni də işlə. O birisi məni də işlə. Və bu görürsən, insan xeyirlər artır. Sən günah edəndə onun yanında olan günah deyər ki, məni də işlə. Və beləliklə insanın günahları çoxalır. Və insan yaxşı əməlləri deyir, o qədər çalışar, nəfsini yönəldər, vadar edər və nəhayət mələklər o insanı yaxşı əmələ sövq edər. Yerindən təhrik edər, yerindən oyadar, qaldırar yaxşı əməllərə. Əksinə deyir, insan deyir, günaha deyir, o qədər vərdiş edər, nəhayət şeytanlar onu günaha sürükləyərlər. Demək ki, əks. Yəni burada insan ibadətə vərdiş elədiyinə görə, görürsən, mələklər onu ibadətə yönəldir. Burada isə günaha vərdiş etdiyinə görə, şeytanlar onu günaha sürükləyir. Və həmçinin insan deyir, günaha o qədər vərdiş edir ki, günah etməyəndə ona ağrı verir. Ağrı olmasın deyə günah edir. Yəni görürsən, artıq günahda ləzzət qalmayıb, günahda ləzzət yoxdur. Ona ağrı olmasın deyə, ağrı verməsin deyə o günah edir. Amma ibadət əhlində də əksinə ibadət tərk edəndə ağrı verir. Yəni o qədər əməllərə vərdiş edir, davamlı edir əməlləri. Məsələn, bəzən bir əməli etməyəndə ona ağrı verir. İbadət əhlində ibadət tərk etmə ağrı verir, amma günah əhlində isə o günahı etməmək ona ağrı verir. Allah korusun. Bu adam hadisi diye onun bilmesi. Orada cemaattan ayrı qalan
Yoxsa? Fitne vakti Hı. o sabit kalmır da. Ne Hə. o vakti ölüm şeytan diye kendini yıkıyor. Sınırında ama. İndi söz belə baxanda şeytan hərisdir. Hərisdir daima azdırmağa. Amma insanın üzərinə düşən uzaq olmağa çalışmasıdır. Və səbəbləri bilib, yəni fitnənin səbəblərindən uzaq olmasıdır. Və əslində də belədir ki, hədisdə gəlir ki, İnnə səidə ləmən cünnibəl fitən. Əsl xoşbəxt insan fitnələrdən uzaqlaşdırılandır. Amma kim ki başını qaldırır, fitnə onu qabağına qatır. Kim ki uzaq olur, bayaq qeyd olunduğu kimi, uzaq olan salamat qalır. Fitnələrdə əsl budur. Yəni yollar var da, uzaq olmaq, ibadətlə məşğul olmaq, Quran oxumaq. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm deyəndə ki, fitnələr olacaq və deyirlər ki, məl məxrac, məxrac nədir, çıxış yolu nədir? Deyir, kitabullah, Allahın kitabıdır. Görürsən, həqiqətən insan var, oturub Allahın kitabını oxuyur, onunla məşğuldur, onu düşünür, mənasını öyrənməyə çalışır və görürsən, ətrafda fitnələr dalğalanır. Bundan yan keçir. Bu isə xeyir içərisindədir. Amma adam da var, yəni başını qaldırır, baxır nə var, nə yox orada. Onu aparır. Və yaxud da məsələn ibadətlər, necə ki bayaq hədisdə keçdi. Bədiru bil a'mali fitənən kəqita'l-leyl muzlim. Qaranlıq gecə parçası kimi fitnələr gəlməzdən əvvəl əməllərə tələsin. Əməllərə tələsin, yəni ibadətlərə. Və bu hədis onu bildirir ki, insanın fitnələrdən əvvəldə, fitnələr vaxtı, fitnələrdən sonra da qorunmasına səbəb ibadətlərdir. Yəni kim ibadətlərdə möhkəm olarsa, qorunmasına səbəb olur. Və başqa bir hədisdə isə gecə namazıdır. Yəni insanın fitnələrdən qorunmasına səbəb gecə namazı. Deməli, gecə namazına davamlı olmaq qorunmağa səbəbdir. İbn Teymiyyə rahimehullah deyir ki, gün ərzində 17 rükət fərz, 12 rükət ratibə neçə elədi? 29. Və gecədə 11. Neçə elədi? 40. Deyir, kimdir bunu davamlı edərsə, ona xeyir qapılarının açılmasına səbəb olur. Yəni gündəlik bu 40 rəkatı qılarsa, xeyir qapıları ona açılır. Davamlı olarsa. Həm xeyir qapılarının açılmasına, həmçinin də qorunmasına səbəbdir.